Bəli, Şeysabani barədə sizin yaxşı məlumatınız yoxdur. O ki, dediniz xeyr, qan tökəcək, filan tökəcək, zalim paşa olacaq, söhbəti yoxdur. Onun barəsində siz yaxşı qeybət-i numaniyə baxın, rəngin də deyir, qara rəngdir, qara qəlbidir. Və zuhurun ən böyük maniyəsidir, zuhurdan qabaq maniyələr törədici. Əziz qardaşım, siz bugünə qədər o şəxs barəsində nə müsbət məlumatınız var, onun bunun tərəfindəndir. Nə birbaşa öz dilindən bunu eşidəsiniz. Biz sübutlar gətirdik bunun üçün. Baxın, bu insan bütün bu Ramazanlarda həmişə Ayətullah Xameneyi ilə ixtilaf edib. Bu ərbəin ki var idi də bütün kütlə şiə xalqı ora toplaşmışdı. Səfərin 20-si Ayətullah Xameneyi elan elədi, 21-i bu. Mənim sualım budur. Olmasın 20 olsun, olmasın 21'i olsun, 25'i bir yerde olsun. Dünya dağılacaqdı. Günlərin bir günü bu şəxs gözlə görməyi ayı şərt bilir. Təqribən 5 il, 6 il bundan qabaq mənim üçün o çox böyük bir sualdır. Özünüz də bilirsiniz ki, Ayətullah Xameneyi o hilalı əldə eləmək üçün İranın 30 bölgəsində adamlar yerləşdirir. O cümlədən İraq sərhədində. Ayətullah Xameneyi, yəni gedin bunu soruşun, 6-7 il təqribən bundan qabaqki söhbətdir. Teleskopla görmədiyi ayı, yəni aya sabah orucluq girib ya girməyib, teleskopla görmədiyi ayı ki, yəni sabah orucluq girməyib, Cənab həmən Şeysabani dedilər ki, xeyr, sabah orucluqdur. Mənim sualım budur. Aya bir şey ki teleskopla görsənmədi, bu necə gözlə gördü? Bəli, bu bilirdi ki, Ayətullah Xameneyi sabahı elan eləməsə 100% bir gündür, bu tez nədir, yenə o ixtilaf qabağa gəlsin deyə bir gün tez bunu elan elədi ki, bəli, sabahdır. Əziz qardaşım, bizim təkcə dəlillərimiz bu deyil. Biz heç vaxtı bir dəfə görmədik ki, bu şəxs bir dənə mikrofon götürsün əlinə, yaxşı, desin ki, əyyuhənnas, bu Ayətullah Xameneyi filandır, ona kömək olun, ona arxa durun. Ya bu işit gəlib bizim evimizin içinə girib, qalxın, qiyam eləyib, bir dənə əlinə mikrofon desin, qoy bütün ümum xalq da bunu görsün. Siz də hər nə istinad eləyirsiniz, filankəs onun barəsində belə dedi, filankəs onun barəsində belə dedi, lap bunları həm öz yerində. Səddam təzə hökumətdən devrilmişdi, Səddam. Amerikanın qoşunu gəldi, girdi Nəcəfə, Ceyşül-Məhdi bu ilə mübarizə aparırdı. İmam Əli Aleyhisselamın hərəminə güllə atırdılar, Şeysabani de oradaydı. Şeysabani həmən ərəfədə 20-30 dənə maşınla getdi Bəsrə aeroportuna, Bəsrə aeroportundan uçdu İngiltərəyə, düzdür? Mən onun ən aşağısı 2 dəfə o ərəfələrdə İngiltərə getməyinin andını hesab elərəm. Mən bu Cənab Şeysabani'dən sualım budur ki, Cənab Şeysabani, aya sən bir dəfə durub Məşədə ziyarətə niyə gəlməyibsən? Niyə bir dəfə durub Məşədə ziyarət eləmirsən? Demirəm gedib alimlərlə görüş. Aziz qardaşım, bugünə qədər siz nə danışırsınız, onun bunun ağzındandır. Biz bunun nümayəndələrini tanıyırıq və bunun müqəllidlərini tanıyırıq. Deyirlər ki, inqilab boş şeydir. Biz inqilabı qəbul eləmirik, Xameneyini də qəbul eləmirik, din də siyasətdən ayrıdır, siz gətirin bizə xums verin, biz də sizə təharət və nəcasət deyək. Diqqət edirsən, biz bunun nümayəndələrini rəsəd eləmişik və müqəllidlərin. Bu cənab bir dəfə mikrofonu götürsün əlinə, qardaşım, mən filan kəslə dostam, canam, bratam, qardaşam, düzdür? Yəni bunun bütün atdığı addımlar ancaq Ayətullah Xameneyinin protivini olub. Yəni əməldə bunu görmüşük, nümayəndələrində bunu görmüşük, müqəllidlərində bunu görmüşük. Sən çıx, özün öz fikri bildir mikrofonda, necə ki, mən də sizinlə danışıram. Bu bir. Digəri də budur ki, cənab dostum, siz görürsünüz ki, ən böyük sübutdur. Bütün dünyada bu şəxs təbliğ olunur. İstər Azərbaycanda, Pakistanda, filanda, bəhmanda. Bilmirsiniz nəyə görədir? Çünki bunun fikirləri Qərb dünyası üçün sərf eləyir. Qərb dünyası üçün bunun fikirləri sərf eləyir. Mən bir nümunəsini sizə deyim.
Allah Müteal Bəqərə surəsinin 275-ci ayəsində buyurur ki, Əhəllallahul bey və hərrəmər riba. Allah Müteal sizə ribanı haram elədi. Cənab həmən Şeysəbani qayıdıb deyir ki, bəli, siz gətirin onu banka qaytaranda belə qaytarın. Ki, biz o artığı cənab Şeysəbaniyə qaytarırıq. Şeysəbani bunun sahibi olur və Şeysəbani də bunu bizə halal eləyir. Aya sən Allahın haramın halal eləyə bilərsən? Sualdır. Aya səninlə Ömərin nə fərqi var? Ömər də dedi ki, siğə Peyğəmbərin vaxtında halal idi, mən onu sizə haram eləyirəm. Sən götürdün bir dənə şeytanın əməli ki, ribadır, Qur'an hədis bunu danır, götürmüsən bütün müsəlmanların arasında onu rəvac vermişsən. Əziz qardaşım, bir balaca ağlınızı başınıza yığın, bu zahirlərə allanmayın. Ayətullah Şahrudi bir vaxtı qüvvə-i qəzaiyə idi, rəhbərin yanında olur. İndi məcməyi təşxis məsləhətdədir. Biz orada olan vaxtı bu kişi istədi ki, nədir? Gedib İraqda bu da bir şəhriyə versin. Tələbələr üçün də bir şəhriyə versin. Həmən Şeysəbaninin oğlu gəldi, sənin haqqın yoxdur burada şəhriyə verəsən. Yaxşı, buranın killeri bizük. Əziz qardaşım, bu qədər şiyələrin qanı töküldü İraq müharibəsində, bundan bir xəbər çıxmadı. Saddam gəldi, bütün alimləri oradan dağıtdı, pərən elədi, bəzilərini öldürdü, məsələn, Şəhid Sədr kimi insanları, bəziləri də oradan qaçırtdı, Vəhid Xorasani kimi, Təbrizi kimi insanlar, 2-3 dənə alim qaldı, orada Saddamla beyət elədi, biri də bu idi. Da bundan artıq nə istəyirsiniz? Bundan möcüzə istəyirsiniz? Niyə bu qədər sadə fikirləşirsiniz? Baxın insanların əməllərinə, baxın onların atdığı addımlarına. A qardaşım, məsələ çox aydın aşkardır. Şüeyb ibn Salih işləndə hamı diskinir. A qardaşım, hansı kitabda, hansı hədisdə yazılıb ki, Şüeyb ibn Salih hansısa bir məqamın sahibidir, imamdır, peyğəmbərdir. A qardaşım, öz dilimizdən danışdıq, Şüeyb ibn Salih bir dənə avtoritetin biridir. Görmədiniz, bu avtoritet bu qara cəmaatla, bu milçək cəmaatla bunlarla nə işlər gördü, bunların nə paslarını açdı. Həmən müştehid idi bu kasıb-küsubun qanın İçirdilər, gətirin xumsu bizə verin, biz burada keyf eləyək, halbuki bizim qonşularımızda adamlar vardı ki, bir dənə çörəyə həsrətdir. Niyə bunları bütləşdirmişsiniz, niyə qorxursunuz, niyə etirazsız bildirmişsiniz, niyə bunları müqəddəs bilirsiniz? Hədis qaydı bilir ki, axırı zaman fəqirlər şərrül füqahadır. Biz əməldə də bunu görürük. Nə tənha hədisə söykəndirik. Mənim əziz qardaşım, mən bundan artıq sizdən nə danışım? Niyə sadə fikirləşirsiniz? Hala Şüeyb ibn Salih mən olmayıb. Sabahları mən tövbə eləyərəm, Allah da mənim günahımdan keçər. Böyle bir iddia eləməmişəm ki, əgər Şüeyb ibn Salih mən olsam, siz sabah neyniyəcəksiniz? Bu qədər qeybətlər eləmişsiniz. Qardaşım, mən bir şeyi havadan danışmıram. Mən təkcə kitab üzündən danışmıram. Mənim başqa əsaslarım var. Sən bilmirsən mən kiməm. Mən bəzi şeyləri gəlir özümdən qəbrə aparam. Çünki sizə çatmaz. Böyle şeyler mən görmüşəm. Allah ordusu bizi inandı. Siz hələ Şüeyb ibn Salih özünün və o attığı addımlarından xəbəriniz yoxdur. İmam Zaman Aleyhisselamın Məhərrəmin top tüfənginə ehtiyacı yoxdur. Ta deyəsən ki, bəs bu Şüeyb ibn Salih indi gərək İraqda olardı, filan yerdə olardı. İmam Zaman Aleyhisselamın Məhərrəmin sözünə ehtiyacı vardı. Bir dənə haqq deyənə ehtiyacı vardı. Aya Məhərrəmdən başqa kimsə bu söhbətləri eləyir. Kimsə bu haqq söhbətləri eləyir. Hamı öz cibinə xatir. Hamı öz cibinə xatir haqqı gizlədir. Müştehid də bəzi haqları demir, qorxur ki, müqəllidləri buna xums gətirməsin. Sistani bir dəfə durub deyib ki, ay balam, bu İmam Hüseyin Aleyhisselamın hərəmin yanında bu nə cinayətlərdir siz törədirsiniz, vurub başlarınızı yarırsınız, qan atır hər yerə, dinin abırı gedir. Niyə durub bir dənə mikrofonda bunu elam eləmirsin? Qorxursan müqəllidin qaçsın, cəhənnəmə də qaçsın. Qorxursan xums gətirməsinlər, cəhənnəmə də gətirməsinlər. Fakt bu cinayətdir. Fakt bu məzhəbin abırı gedir. Durun deyin də bunu. Bundan artıq nə istəyirsiniz? Vəssalamu aleykum və rəhmətullah.